Salam, hər vaxtınız xeyir. Artıq bugün Dövlət İmtahan Mərkəzi tərəfindən subbakalavrların qeydiyyatı başlanılıb və prosedur 2 avqust 2026-cı il tarixinə qədər davam edəcək. Və subbakalavrın nə olduğunu sizə göstərim. Subbakalavr diplomunda, burada görürsünüz, burada qeyd olunub, diplomunda subbakalavr sözü olan şəxslər artıq subbakalavr dərəcəsi almış sayılır. Bu həm kollec ola bilər, həm də ki, yüksək texniki peşə təhsil də ola bilər ki, və subbakalavr dərəcəsi alsın. Və indi sizə necə qeydini keçmək lazım olduğunu göstərəcəm. İlk öncə Dimqovaz saytına daxil oluruq və burada Google axtarış sistemində Dimqovaz yazaraq biz bura daxil ola bilərik. Və görürsünüz, artıq ekranda Dövlət İmtahan Mərkəzi açıldı və axtarış yerinə Dövlət İmtahan Mərkəzi yazanda belə bir səhifə açılır, birinci xanaya daxil olur, yaxud da birbaş Dimqovaz yaza bilərsiniz. Və burada görürsünüz, burada bakalavriyyat, subbakalavrın elektron ərizəsi var, onun üzərindən vururuq. Və burada görürsünüz, artıq 2391 nəfər ərizə veribdir və 1814 nəfərin ərizəsi təsdiq olunubdur. İndi biz burada istifadəçi adını yazırıq. İstifadəçi adı FIN-koddur və köhnə və yeni vəsiqələrdə FIN-kod harda olur, onu sizə göstərim. Köhnə şəxsiyyət vəsiqələrində FIN-kod burada işarələnmiş, son 8 rəqəmindən 7-sidir, burada FIN-kod olur. Yeni nəsil şəxsiyyət vəsiqələrində FIN-kod burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur və ən son təqdim olunan şəxsiyyət vəsiqələrində FIN-kod bu, yəni burada identifikasiya, yəni fərdi identifikasiya nömrəsi yazılan 7 rəqəmli simvoldur. Bu bizim artıq FIN-kodumuzdur və indi biz müvafiq olaraq FIN-kodumuzu daxil edək. Və biz FIN-kod yazdıqdan sonra burada davam et düyməsini görürsünüz, davam et düyməsini sıxırıq. Və burada bizdən parol soruşur. Parol şəxsi kabineti yaradan zaman sizin təyin etdiyiniz paroldur. Həmin parolu biz buraya yazaq. Və parol yazandan sonra burada daxil ol düyməsi var. Daxil düyməsinin üzərindən vuraq. Və biz sistemə daxil oluna görürsünüz, burada yadda sal düyməsi də var, təsdiq et düyməsi də var. Birbaş yadda saxla düyməsini yox, təsdiq et düyməsini də sıxa bilərsiniz. Yaxud da ki, elə yadda sal düyməsini sıxandan sonra təsdiq et düyməsini sıxa bilərsiniz. Ümumiyyətlə, orta bal, yəni UMG göstərmirsə, yadda sal düyməsini sıxandan sonra orta bal göstərir. Ondan sonra təsdiq et düyməsini sıxa bilərsiniz. Və indi biz təsdiq et düyməsini sıxaq. Və görürsünüz, burada təsdiq et düyməsini sıxandan sonra artıq bizim ərizəmiz təsdiq olunacaq. Və görürsünüz, artıq əməliyyat uğurla başa çatdı. Bizim balımız təsdiq olundu. Bağlaxanasını sıxırıq. Artıq biz ərizəmizi təsdiq etdik. Burada çap et düyməsinin üzərindən vurub da baxa bilərik. Və görürsünüz, ərizənin təsdiq olunduğu tarixdə qeyd olunmuşdur. Hansı ixtisas üzrə, yəni mühasibat çoxlu ixtisas üzrə biz subbakalavr kimi iştirak edəcək. Bu da burada öz əksini tapmışdır. Yəni siz bu şəkildə artıq ərizənizi təsdiq etmişsiniz. İndi sadəcə gözləyirsiniz ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ixtisas seçimi, yəni kodlaşmanın tarixləri elan olunsun. Həmin vaxtda da bütün hər kəs kimi, yəni bütün 11-ci siniflər kimi siz də ixtisas seçimində iştirak edə bilərsiniz. Bu şəkildə siz artıq ərizənizi təsdiq etmiş olursunuz. Bir daha qeyd edirəm, avqust ayının 2-sinə qədər vaxt var. Sonuncu kursda təhsil alan tələbələr, görürsünüz, burada onların ümumi göstəricisi yoxdur və təsdiq et düyməsi də yoxdur. Ona görə həmin şəxslər burada yadda sala düyməsi var. Yadda sal düyməsini sıxır. Və bu zaman görürsünüz, yazır ki, məlumatlar yadda saxlanıldı. Artıq sizin ümumi göstərici yenə 0 göstərir. Amma bu şəxslər sonuncu kursa təhsil aldıqlarına görə həmin şəxslərin orta balı hələ sistemə vurulmur. Çünki onların qarşıda praktikası var, daha sonra diplom işi var və digər hələ prosedurlar olduğuna görə həmin şəxslərin orta balı sistemdə vurulmuyubdur. Və biz artıq burada yadda sala düyməsini vurmaqla təhsil aldığımız təhsil müəssisəsinin Dövlət İmtahan Mərkəzi tərəfindən sorğu göndərilir ki, həmin tələbənin orta balı hesaplansın və sistemə vurulsun. Görürsünüz, həmin şəxsin də burada bitirdiyi il 2026 yazır. Yəni artıq bizim orta balımız hələ sistemə vurulmuyubdur və biz də artıq təhsil aldığımız kollecə bu məlumatı göndərdik və biz gözləyirik ki, həmin məlumatlar sistemə vurulsun və avqust ayının 2-ə kimi vaxtımız var. Və kollecin məsul şəxsi məlumatları sistemə vurduqdan sonra artıq bizim şəxsi kabinetdə qeyd etdiyimiz mobil nömrəyə SMS gəlir ki, sizin məlumatlarınız orta balına sistemə vurulur və bundan sonra biz artıq yenə eyni prosedurla ərizəmizi təsdiq edə bilərik. Və təxminən bizə belə bir SMS gələcək, tələb olunan məlumatlar tələbə məzun sisteminə daxil olundu və biz artıq bundan sonra yenə ərizəmizi təsdiq edə bilərik. Yəni bu şəkildə siz gözləməlisiniz. Yaxud da ki, əvvəlki illərdə olan şəxslərin məlumatları sistemdə yoxdursa, həmin şəxslər də belə deyim, burada yadda sal düyməsini də sıxıb gözləyə bilər. Yaxud da ki, həmin təhsil aldıqları təhsil müəssisəsinə bildirə bilər ki, məlumatları sistemə vursunlar. Ondan sonra avqust ayının 2-sinə qədər ərizələrini təsdiq edə bilərlər. Bütün subbakalavrların hər birinə uğurlar arzu edirəm.